Salam, hər vaxtınız xeyir olsun. Bugün nazik xəmiri almalı içliklə çayın yanına çox dadlı şirniyyat resepti bölüşürəm. Şirniyyat üçün 1 ədəd yumurtanın üzərinə 3 xörək qaşığı şəkər tozu əlavə edib qarışdırıram. Stəkan yarım qatıq 100 ml bitki yağı da əlavə edib bunları da həll olana qədər qarışdırıram. Üzərinə un, 1 paket qabartma tozu əlavə edib yumşaq xəmir hazırlayıram. Xəmir hazır olduqdan sonra üzərini örtüb qoyuram kənarda dinlənsin. Xəmir dinlənərkən içlik hazırlayıram. İçlik üçün almadan istifadə edirəm. Almanın qabığını soyduqdan sonra kubik şəklində doğrayıram. Almanı tavaya əlavə edirəm. Üzərinə darçın və mürəbbə şirəsi əlavə etdikdən sonra suyu çəkinənə qədər ocağın üzərində bişirirəm. Almanın suyu tam çəkildi və də yumşalana qədər bişdikdən sonra bir stəkanda kişmiş əlavə edib qarışdırıb qoyuram soyusun. Xəmiri də 2 kündəyə ayırıram. Masanın üzərini unlayıb xəmiri yayıram. Xəmiri bu böyüklükdə yaydım. Və daha sonra hissələrə ayırıram. Kənarından çıxan xəmiri də toparlayıb yenidən şirniyyat edəcəm. Xəmirin bir tərəfinə hazırladığım içlikdən əlavə edirəm. Büküb ay formasını verirəm. Üzərinə yumurta sarısı ilə bitki yağı qarışdırıb çəkib 180 dərəcədə 20-25 dəqiqə bişirirəm. Bişdi artıq hazır şəklinə də baxa bilərsiniz. Almalı içliklə nazik xəmiri çox dadlı şirniyyat alınır. Bəyəndinizsə hazırlayıb yoxlayın. Videonu izləyib rəy yazan hər kəsə çox təşəkkür edirəm.